Əleyhissalam buyurur, ömründən nə qədər qabağa getsə, o qədər də ömründən azalır. Yaşın nə qədər qabağa getdi, o qədər sənin ömründən azalır. Dünyanın xüsusiyyətidir. Çoxaldıqca əksinədir, azalır. Ömrün çoxalır, yaşın çoxalır, amma ömrün azalır. Bu dünyanın xüsusiyyətidir. Ona görə İmam Səccad ağa dünyanı vəsf eləyəndə buyurur, insan dünyada miskindir. Miskin, yəni əlində heç nə olmayan. Niyə belə deyir? Ona görə buyurur, daim ömrü azalır. Həmişə, hər an, hər saniyə insan itirir. Hər saniyə. İtirmədiyi an yoxdur insan dünyada. Daim ölümə yaxınlaşır və buyurur, əlindən verdiyini də geri qaytara bilmir. Və bu gün qutarsın, əldən çıxdı. Sabah bu günü qaytara bilərsən də Allah.